Gəncər və qarı Nizami Gəncəvi. Zülm edib bir qarıya çox utdurmuşdular qan. O da Sultan Səncərin tutaraq yaxasından. Dedi ki, səndə insaf az görmüşəm, qulaq as. Səndə gördüyüm zülm əsla hesaba sığmaz. Bir kefli darğa gəlib, evimdə məni söydü, salıb təpik altına doyunca döydü. Biz bu hissədə görürük ki, deməli, buradakı qarı obrazına zülm etmişdi. Bunu edən Sultan Səncər deyildi. Kefli bir darğa gəlmişdi, qarını təpik altına salıb döymüşdü. Və qarı isə Sultan Səncəri bunda günahlandırırdı. Çünki dövlət düzgün idarə olunmurdu. Hər istəyən öz başına kiminsə evinə gedirdi, rahatlıqla kimisə cəzalandıra bilirdi. Və onu çox zülmkar bir obraz kimi adlandırır. Biz burada görürük ki, hekayə janrında yazılıbdır. Hekayədə müəyyən bir süjet xətti özünü göstərir. Burada qarının nitqinə yer verilibdir, amma biz Sultan Səncərin nitqini burada görə bilmirik. Hekayə janrında yazılsa belə, biz buna mənzum hekayə deyəcəyik, çünki bu nəzm şəklində yazılıbdır. Mən günahsız qarının saçlarına atdı əl, üzü üstə sürüdü, evdən çölə əlbəl. Deməli, qarı burada özünü günahsız adlandırır və başına hansı hadisəni gətiribsə, padişaha olduğu kimi danışır. Cəmaət arasında söyüb məni qudurdu. Deməli, darğa bu hadisələri edərkən cəmaət də qıraqdan buna baxırdı. Evimin qapısına zülmün möhrünü vurdu, dedi ey qozbel qarı. Söylə filan gecədə, filan kəsə kim vurdu yaşadığın küçədə. Deməli, darğa qarını ona görə günahlandırırdı ki, qatili gizlətmişdi. Yəni, bu darğanın düşüncəsi idi. Əslində isə qarı bunu etməmişdi. Deməli, müəyyən filan gecədə kimsə öldürür və qatil yoxa çıxmışdı. Və darğa da gəlir onun evini axtarır, qatil hardadır deyə. Burada darğanın nitqinə yer verilib, sadəcə qarının nitqindən. Ey padişah, bu həqiqət sığarmı yerə göyə? Darğanın sərxoşluğu olmuş bu işə maya. Bəs niyə mən yazığı salır qısma boğmaya? Vilayəti soyarkən padişahın adamları. Görürsünüz, burada qarı açıq sözlüdür, hər şeyi açıq şəkildə deyir. Cinayətkar olarmı bundan məgər bir qarı? Deyir, yəni ki, bütün cinayəti sizin adamlarınız eləyir. Bəs niyə mən qarını cinayətkar adlandırırlar? Bu zülmə əl atarkən darğa, xalq görə mənim ismətim, sənin ədlin salınmış yerə. Yəni, burada artıq qarının nitqindən görürük ki, qarı deyir, mənim ismətim, sənin isə ədlin yerə salınıb. Bu yaralı sinəmdən bir də axıtdılar qan. Artıq biz qarının nitqindən görürük ki, qarının əvvəlcədən də dərdi var imiş. Yəni, və deyir ki, mən nə qədər yaralı olsam da, darğa gəlib sanki mənə ikinci bir yaranı da vurdu. Özümü itirmişəm, qalmamışdır məndə can. Ey şah, dada çatmasan olurkən qəlbim kabab, qiyamətin günündə çəkərlər səndən hesab. Deməli, biz burada qarında həm şikayətçi obraz kimi görürük, həm də ikinci hissədə ittihamçı bir obraz kimi görürük ki, qarı şahı günahlandırır. Hətta ona hədə-qorxu gəlir ki, deyir, yəni, mən o cəzanı verməyəcəm, yəni bunun axirəti var, bunun qiyaməti var, bu cəza heç vaxt yerdə qalmaz. Ah, səndə nə ədalət, nə mərhəmət görürəm. Mən səndə sonsuz zülm və əziyyət görürəm. Rəiyyətə hər zaman kömək etməli padişah. Deməli, padişahın necə olması, necə idarə etməsi qarının dilindən də səsləndirildi. Burada deyir ki, əsl padişah ona deyilər ki, rəiyyət, yəni burada kənd əhalisidir, insanlardır, xalqdır. Hər zaman padişah bunlara kömək etməli. Səndən xarlıqdır gələn, bizə ol bundan aca. Bir hünər deyil almaq yetimlərin malını. Biz deməli, burada qarının nitqindən görürük ki, padişah xalqın başına hansı oyunları açıbdır. Bir, yetimlərin malını əlindən alıb və buna mərdlik deməzlər, düşün işin dalını. Çatdırıb qarıları qırdırma gəl acından. Və biz görürük ki, burada qarılar, insanlar çox kasıb vəziyyətdə yaşayırdılar, aclıq burada hökm sürürdü. Onların gəl utan bir qar kimi ağ saçından, burada təşbeh nümunəsindən də istifadə edilib. Sən bir qulkən edirsən padişahlıq iddiası və biz burada görürük ki, qarı qorxmazdır, cəsurdur. Çünki o padişahı qul adlandırır, amma deyir, sən padişaham deyirsən buna baxmayaraq, azğınsan, şah deyilsən, sənsən doğuran yası. Padişah öz ölkəsini görmək istəsə abad, etsin rəiyyətini, gərək məsud, gərək şad. Ta ki hamı hökmünə etsin hörmət, əysin baş.
Deyir o zaman hər kəs onun hökmünə hörmət və baş əyəcək ki, padşah da rəiyyətini məsud etsə. Könüllülər onu bilsin, özünə bir dost sirdaş. Deyir, yəni padşah o şəxsdir ki, xalqı ilə dost və sirdaş olmalıdır. İşlərinlə ailəmi alt-üst eləmisənsə, söylə bir özlüyündə nə hünər göstərmisən. Bir zamanlar türklərin çox yüksəkdir dövləti, bəyənildi hər yanda ölkəsi ədaləti. Deyir, yəni türk dövləti hər zaman ədaləti ilə, adəti ilə bəyənilibdir. Zalımlığın bəllidir, işin peşən talandır. Yəni ancaq oranı buranı tutmaqdır. Sən ki hindli quldursan, türk olmağın yalandır. Deməli qarı padşahı hindli quldur adlandırır və onun türk olmağının yalan olduğunu deyir. Türk kimi davranışın onda əsər əlamətin olmadığını dilə gətirir. Dağıldı şəhərlinin evi sənin əlindən. Bayaq deyir ki, yetimlərin malını əlindən almısan, cəmaatı ac qoymusan. İndi də şəhərlinin evini dağıdıbdır. Əkincinin xırmanı dənsiz qaldı səninlə. Deməli əkincinin başına oyunlar gətiribdi. Əkincinin xırmanı da dənsiz qalmışdı. Ölümün dəhşətindən qorxub bir hesab apar. Deyir, yəni ölüm var. Bundan qorx və hesab apar. Növbə sənə də çatar, əlini eylə hasar. Deyirsən, özünə ədaləti hər zaman çıraq götür, yolunda olman aşı. Bu günündür sabahın ən mehriban yoldaşı. Yəni padşaha deyir ki, ən mehriban yoldaş bu günün sabahındır. Yəni bu gün etdiyin sabah sənin qarşına çıxar. Qarıların sözünlə şad et, sevdir özünü. Sən bu qoca qarının unutma gəl sözünü. Səkin çarəsizlərin dağıtma var yoxunu, bəlkə o qəmlilərin yeməyəsən oxunu. Sən ki hər bir bucağa ox atırsan bu qədər, acıların qarğışından söylə qafilsən məgər, deməli tək qarı yox, bir neçə adam belə. Bütün xalq buna qarğış yağdırır. Unutma ki, ailəmi açmağa bir açarsan, dünyada zülm etməyə yaranmış məgər insan. Yəni insan ona görə yaranıb ki, hər kəsə zülm etsin. Sən hökmdar olmusan, yetişəsən araya. Daim məlhəm qoyasan vurulan hər yaraya. Hər zaman rəiyyətin diləyinə qulaq as, ürəkdən məzlumların ürəyinə qulaq as. Çox danışdın, qalx yetər bu şairi ilhamı. Bu artıq qarının nitqi deyil, Nizami deyil. Qarına dönmüş qəlbində qan qoymuşdur Nizami. Deməli gördük ki, məsnəvi şəklindədir. Bu əsər epik növdə yazılmışdır, mənzumdur, nəzmlə yazılmışdır və burada süjet xətti var. Farsça yazılıbdır, Azərbaycan dilinə tərcümə edilibdir, əruz vəznindədir, məsnəvi formasındadır, qafiyəsi qoşa qafiyədən istifadə edilibdir, beytlər şəklindədir. Nizami Gəncəvinin Sirlər xəzinəsinə daxil olan poemasına bilirik ki, 20 məqalət, 20 hekayətdən biridir. Mənzum hekayədir. Nizaminin adı çəkilsə də özünə müraciət yoxdur. Baxın, burada Nizaminin adı çəkilir, amma özünə müraciət etmir. İdeya ictimai ədalət, dövrün hökmdarlarının ədalətli olmağa çağırış idi. Problem isə ədalətsiz idarə etmə nəticəsində sadə insanların zülmə məruz qalması idi. Mətnin ideyası ilə səsləşən fikirlərə bunu deyə bilərik ki, cəsarətli qol gücündə deyil, ruh gücündən yaranır. Ədalət olmayan yerdə insanın həyatı heç nədir. Cəmiyyətin ən böyük dərdi ədalətsizlikdir. Hər kəs öz əkdiyini biçəcək, öz etdiyinin əməlinin cavabını verəcək. Dövlətin ədalətlə idarə olunması məsələsinə toxunulmuşdur. Daha sonra biz burada şairin niyyəti hökm sahiblərini ibrət almağa çağırış idi, Tanrını unutmamağı, Tanrıya bağlamağı, axirət dünyasını xatırlamağı idi. Qarı darğanın təhqirlərinə məruz qalmasından şikayət edir, sultana qiyamət gününü xatırladır, ondan qorxmasını məsləhət edir. Sultan Səncəri ədalətsiz, mərhəmətsiz, zalım, azğın adlandırır. Şəhərinin evinin dağıtması, əkinçilərin ac qoyduğunu deyir. Həm nəsihət verir, bəzən də padşahı qorxudurdu. Ona adil və ədalətli olmağa çağırırdı, malları dağıtmamağı, ölümdən qorxmağa çağırış vardı. Sultan Səncər isə məmurların özbaşınalığına imkan yaratmışdı, ölkəni talan edirdi və qarının dili ilə o türk olmadığı, hindli quldur olduğu səsləndirir. Darğa özbaşınadır, sərxoş vəziyyətdə idi. Şairin qarının dili ilə dövrün hökmdarlarını ədalətli olmağa çağırış var idi. Sağ olun, salamat qalın.